Allah'ın salamı olsun hər kəsə. Deməli, qardaş yaxınlaşmışdı bizə. Maşın hibridə keçmirdi ümumiyyətlə. Bir-iki səhvlər eləmişdilər, düzəltdik, yoluna qoyduq, qaydasına qoyduq. Maşında bir iş gördük. O işi ikinci dəfədir görürəm ümumiyyətlə. Amma bilmirdim necə alınacağını, ona görə də heç kimə eləyən bilmirdim. Birinci elədiyim maşından soruşdum effektini, dedi əla. Ona görə da qardaş üçün də elədim. Neçə müddət olar? 3 həftə olar. 3 həftə. 3 həftə olar. Deməli, bu marjinal probegi. Bu A tripi 113 mil sürüb 57.8 mpc. 640 mil B tripi ilə 57.1 mpc. Bu da eləyir təxminən 4 litr 100 qram yanacaq. Adi benzin depolunu bak eləyib yoxlamısan, belə gedir, yoxsa? Bəli, düz ağzına kimi doldurub, təkrar həminki kimi eyni cür yoxladım. Hesablayanda 4 litr nöqtə 0 neçə belə gəlir. 4 litr 100 qramda, lap 4 litr yarım olsun. Bəli. Nəticə necədir? Nəticə əladır. 6 ay, 7 ay ərzində maşını almışam. Ondan bəri ustalardan çıxmırdım. Allah səndən razı olsun. Dəyməz. Bugünkü gün bu 3 həftə ərzində mən rahat maşın sürdüyümü hiss edirəm. Maşallah olsun. Maşallah olsun. Ta ki bütün işlərimiz belə uğurlu olsun inşallah. Qulluğumuzdayıq. Bunu da yenə də açıqlamıram nə etdiyimi. Çünki 3 həftədir də. Düzdür, 3 həftə də balaca müddət deyil və 640 mil də az probeg deyil. İndi inşallah 4-cü, 5-ci belə bunlar olsun gedişatlar. İnşallah ki açıqlayarıq və inşallah ki də bu zapça satanlarla bir problem yaşamarıq bu barədə. Narazılıq olmaz. Bu 3 həftə deyirik az müddət. Mən ustalarda getdiyim müddətin elə birinci həftəsində açıq deyim effekt almırdım. Aydındır. O zaten düzən səhv idi də. Yəni hər şey orada sizə göstərdim. Yəni düzülüş, quruluş, hava sistemləri, falanlar hamısı səhv, nə bilim. Allah razı olsun. Dəyməz. Qulluğumuzdayıq qardaşım, qulluğumuzdayıq. Bir dənə nə eniş söyləyin, cəmaatın inancından, cəmaatın necə deyim, daveriyasından sui-istifadə eləməyin. Cəmaatı belə deyim də, yəni o düzgün iş görənləri də sual altına alırsınız. Heç nə, Allah hamının işini avan eləsin.